Salam hörmətli Neftçi TV izləyiciləri. Tovuz şəhər stadionundan canlı reportajımıza başlayırıq və bugün Əvəzedicilər Liqasının 34-cü turunda Neftçi 2 Turan Tovuz 2-nin qonağı olacaq. Kamran bəy Rəhimov saatına baxdı, fit səslənir və maç başladı Neftçiyə. Uğurlar. Mərkəzdən topu oyuna daxil etdik. Uzaqlaşdırırlar. Turan Tovuz futbolçuları uzaqlaşdıra bilmədilər topu. Cavanşirin önündə qalır top. Şahbazlının zərbəsi və gol! Cavanşir Şahbazlı 3-cü dəqiqənin tamamında hesabı açır Neftçi. Cərmə zərbəsindən sonra Fərid Səfərlinin ötürməsi topu uzaqlaşdıra bilmədi. Burada uzaqlaşdıra bilmədi müdafiəçilər topu. Cavanşir Şahbazlı isə möhtəşəm qol vurub. Hakimin işarəsini gözləyir. Turan Tovuz futbolçuları fit səsləndi. Ötürmə qapı qarşısına Vüqar Bağırov başla ötürmə edir və top qapıdan keçir. Vüqar Bağırovun ötürməsindən sonra bəli, burada İsmail İsmailov topu qapıdan keçirir. Olmayacaq. Kamran bəy Rəhimov birinci hissənin final fitini səsləndirdi. Komandalar fasiləyə 1-1 hesabı ilə yollanırlar. Fit səslənir, ikinci hissə başladı. Neftçiyə uğurlar. Fərid qarşıladı. Qayda pozuldu. Sarı vərəqə İsmail İsmailova. Yox, qırmızı vərəqə. Qırmızı vərəqə İsmail İsmailova göstərilir. Burada İbrahim Novruzov yerdə qalıb. İbrahim topa çatıb, artıq dönüb. Ondan sonra olub müdaxilə. Arxadan açıq ayaqla İbrahimin ayağına zərbə indirir. İsmail İsmailov və Kamran bəy Rəhimovun. Nurlan qayda pozulub ona qarşı. Nurlan Musayeva qarşı kobudluq. Sarı vərəqə göstəriləcək. Deyəsən sarısı olan futbolçulardan biridir. Çünki digər futbolçular da ora gəliblər. Bəli, qırmızı da çıxır. Bəli. Qırmızı vərəqə Fərid Cəfərova göstərilir. Sarısı var idi onun. Çempionluq şanslarını sıfırlayır. 3 oyuncudur cərmə meydançamızda. 3 oyuncuları var. Hətta 4. İndi ötürmə qapı qarşısına. Başla zərbə indirilir və top qapıdan keçir. Yenə standart vəziyyət. Yenə Turan Tovuz gol vurur. Bu dəfə də standart vəziyyətdən sonra başla zərbə ilə 9 nəfərlə qalan Turan Tovuz. Davir ötürmə irəliyə. Hüseyin Babayev artıq hücumçu kimi oynayır. Cavanşir, Şahbazlı, Hüseyin Babayev. Hüseyin Babayev! Gol! Hüseyin Babayev! 2-2 edir hesabı. 90 üstə gəl 4-cü dəqiqədə, amma daha bir gol lazımdır. Dərhal komandamız qayıtdı öz yerinə, futbolçular öz yerlərindədirlər. Hüseyin Babayev son dəqiqələrdə hücumçu kimi oynayır dedim və Babayev əvvəlcə burada topu qəbul etdi. Cavanşirə ötürmə etdi. İrəli atılmaq lazımdır. Top oyuna daxil edildi. Gol vurulduqdan sonra, gol vurulanda 2-2 olanda hesab. 90 üstə gəl 4-cü dəqiqə yeni tamamlanmışdı. 5-ci dəqiqə heç başlamamışdı. Yəni orada 1 dəqiqədən də artıq vaxt əslində qalmışdı. Hakim o vaxtı kompensasiya etməli idi, ancaq bunu etmədi. Və təəssüf, çox təəssüf. Tovuz səfərində 2 xal itiririk.